Sultan Böyük Alparslanın son sözləri. 1072-ci ildə Sultan Alparslan 200 min nəfərlik ordusu ilə Türkistan səfərinə çıxdı. Buxara daxil olmaqla bir neçə qalalar asanlıqla fəth edildi. Lakin Bərzəm qalası Səlcuqlu ordusuna ciddi müqavimət göstərmişdi. Qala fəth edildikdən sonra qala hakimi bəzi mənbələrdə batini olaraq qeyd edilən Yusif Əl-Xarəzmi sultana təslim olmuşdu. Əlini öpmək bəhanəsi ilə sultana yaxınlaşan Yusif çəkməsində gizlətdiyi xəncəri çıxardıb sultanı yaraladı və həmin o anda sultanın yanındakı adamları tərəfindən öldürülsə də Sultan Alparslanın yarası ölümcül vəziyyətdə idi. Vəfat etmədən əvvəl dövlət adamlarına vəsiyyətini elədikdən sonra bu sözləri dediyi rəvayət olunur. Bir təpə üzərinə gəldiyimiz zaman ordunun əzəmətindən və əsgərin çoxluğundan altında yerin titrədiyini hiss edirdim və öz-özümə mən dünyanın hökmdarıyam, mənə heç kimsənin qüdrəti yetməz, bu ordu ilə Çini belə fəth edərəm, dedim. Məhz bu qürura görə bu aciz vəziyyətə düşdüm. Halbuki hər hansı bir səfərə çıxarkən daima Allahdan yardım diləyərdim, dedi və əllərini açıb Allahdan günahlarının bağışlanmasını diləmişdi. Digər bir rəvayətə görə isə dünya mənim idi, lakin indi bir qarış torpaq belə mənə qismət olur, dedi və böyük sultan gözlərini əbədi olaraq yumdu.